Hamıya salam, xoş gördüm hər birinizi. Səsimdən dolayı hər birinizdən üzr istəyirəm. Soyuq dəyib deyə belə çıxır. Gördüyünüz kimi bizdə bayram hazırlıqları davam edir. Ümumiyyətlə mənim ən sevdiyim bayramlardan biri Novruz bayramıdır. Uşaq ikən də insanlar bir yerdə toplaşardı. Şəxsən mənim uşaqlığımdan xatırlayıram ki, bütün insanlar, qonşular gələrdilər, toplaşardılar, bir-birlərinə kömək edərdilər. Əsl mehribançılıq elə o illərdə qaldı. İndi hərə öz evində bişirir, amma əvvəlki uşaqlıqda keçirilən Novruz bayramının dadını məncə verə bilmir. Buna baxmayaraq mənim yenə də ən sevdiyim bayramlardan biri Novruz bayramıdır. Bəlkə də mən özüm də baharda dünyaya gəldiyimə görə çox sevirəm bu bayramı. O da ola bilər. Burada isə xəttkeşsiz görün necə kəsirəm. Biraz da özümü tərifləyim. Həqiqətən də xəttkeşsiz məncə çox gözəl kəsə bilirəm. Allahdan arzum budur ki, bu bayramda hər kəsin arzu və niyyətləri yerinə yetsin inşallah. Gələn günləriniz xeyir olsun inşallah. Hər kəsin süfrəsi bol, canı sağlam, niyyətləri qəbul olsun. Siz hansı bayram şirniyyatını daha çox sevirsiniz? Mən qoğalı daha çox sevirəm. Biz tərəflərdə ona şor çörəyi deyilir, amma içərisinə şirin qoyulur. Nə hikmətlisə adı şor çörəyi adlanır. Uşaq vaxtı o qədər də bəyənməzdim, amma böyüdükcə ən sevdiyim şor çörəyi adlandırdığım qoğal oldu həqiqətən də. Digərlərini də sevirəm. Mənim üçün fərqi yoxdur. Əsas o da şirniyyat olsun, çünki şirniyyat xəstəsi bir insanam. Burada isə badamburanın hazırlığı gedirdi. Biz həmişə bayram çörəklərinin tərkibini eyni xəmirdən eləyirik. Keçən dəfə videomda demişdim, yenə də demək istəyirəm. Un, süd, yumurta, yağ, şəkər tozu, bir də maya əlavə eləyirik. Bu şəkərburanın xəmiri ilə də eynidir. Sadəcə olaraq şəkərburanın xəmiri azca quru olmalıdır, bərk olmalıdır, çox az. Amma digər badamburadır, şəkərburadır, paxlavadır, onların xəmiri isə yumuşaq olmalıdır. Bişmiş vəziyyəti də belədir. Biz badamburanın üzərinə biraz qızarmış sevirik, düm ağ sevmirik. İzlədiyiniz üçün hamıya təşəkkür edirəm.